İmam Mehdi əleyhissalam böyük qeybətində bizim aramızda yaşayır. Bizim evlərimizi ayaq basır və bazarlarımızdan keçir. Necə ki, İmam Sadiq əleyhissalam belə buyurur. Bu ümmət Allahın Yusifə etdiyini öz höccətinə də etməsini inkar etmir. Belə ki, haqqı əlindən alınmış məzlum dostunuz, bu işin sahibi, onların arasında dolaşar, bazarlarından keçər, evlərinə ayaq basar. Onlar isə Allahın ona özünü onlara tanıtmağa izin verənə qədər onu tanımazlar. Lakin İmam Mehdi əleyhissalam özünü böyük qeyb dövründə harda yaşayır? Bəzi rəvayətlər onun tibbəyə, gözəl mənzillərin birinə işarə edir. Hansı ki, İmam Mehdi əleyhissalam böyük qeybəti dövründə ora gəlib gedir. Bəzi rəvayətlər isə həm dadlı bir evə işarə edir. Hansı ki, bu ev onun böyük qeyb dövründə yaşadığı yerdir. Lakin onun yerini kimsə bilmir. İmam Mehdi əleyhissalam Şeyx Mufidə yazdığı məktublarının birində işarə etmişdir ki, onun qeyb dövründə yaşadığı yer zalımların yaşadığı yerlərdən uzaqdadır və onun orada yaşaması insanların gözlərindən gizlidir. Çünki o, atası İmam Həsən Əsgəri əleyhissalamın vəsiyyətini yerinə yetirir. İmam Mehdi əleyhissalam bu barədə İbn Məsayara söyləmiş və ona belə buyurmuşdur. Atam mənə yer üzünün yalnız gizlim və uzaq yerini özümə vətən seçməyi tapşırıb. Bu da işimin zəlalət əhlindən və zalımların hilələrindən sirli olması və yerimin qorunması üçündür. Beləliklə də İmam Mehdi əleyhissalamın böyük qeybət dövründə yaşadığı yer bizim üçün naməlum olaraq qalır. Bu qeybət dövründə o həzrətin yerindən onun əmrini yerinə yetirən xidmətçisi istisna olmaqla nə bir vəli və nə də ki, bir başqası xəbər tuta bilər. Necə ki, İmam Hüseyn əleyhissalam özü buna işarə etmişdir. Lakin onun hər il hazır olduğu dəqiq bilinən yer həc mövsümündə Məkkədir. Belə ki, İmam Sadiq əleyhissalam bu barədə buyurmuşdur. İnsanlar imamlarını axtarır.